Çox mürəkkəb dövrdə 90-92-ci illərdə baş nazir, BMT-də daimi nümayəndə, 93-98-ci ildə xarici İşlər naziri işləmisiniz. Qısa olaraq həmin dövrün çətinliklərindən, hədəflərindən, bu hədəflərə necə nail olduğunuzu danışa bilərsiniz? Baş nazir mən olanda Azərbaycan yas ikində idi. Yanvar hadisələrinə görə. Bəli, ən ağır dönəmlər. Yanvar hadisələrindən 7 gün sonra mən baş nazir oldum. Və yanvar hadisələrindən 12 gün əvvəl Bakıda böyük bir partiya iclasında mən tribunadan Qarbaçovu, Vəzirovu və Mütəllimovu da baş nazir idi. Mütəllibovu tənqid elədim ki, Azərbaycandakı vəziyyət bizi qırğına aparır. Bəli. Xəbərdarlıq verdim. Bu haqda Moskvaya xəbər verdilər Qarbaçova və Qarbaçov mənə münasibəti bunun əsasında negativ kimi formalaşdı. Yanvar hadisəsi oldu, baş verdi. Yəni mənim proqnozumla necə dedimsə elə də oldu. Onun üçün də biraz əhali tərəfindən fikirlər var ki, mən birinci katib seçilim, amma Qarbaçov sözsüz ki qoymadı. Mütəllibovu seçdilər birinci katib. Mən də sözün düzü demişsə ki, vəzifə uğrunda mübarizə aparmadım da. İndi real vəziyyətdə necə vəziyyət formalaşır da elə də qalsın. Mən baş nazir olanda əsas formula bundan ibarət idi ki, biz müstəqilliyə gedirik, amma mitinqlərin, kütləvi etirazların, kaxnaşmanın hesabına yox. Sakitcənə ilk əvvəl biz gərək iqtisadiyyatımızı müstəqil eləyək. İqtisadiyyatımızı müstəqil eləməsək, siyasi müstəqilliyi əldə eləyə bilmərik. Və mən başladım, baş nazir olaraq fəaliyyətim bundan ibarət oldu. Və bir çox məsələləri həll elədim mən. Və burada mənə Türkiyə çox köməkli elədi. Çünki məsələlərin, iqtisadiyyatın müstəqilliyi üçün Türkiyə lazım olan məsələlər həll elədi. Və ondan başqa da bizdə informasiya Azərbaycandan kənara getmirdi. Telefonumuz Moskva vasitəsilə idi, televizorumuz Moskva vasitəsilə idi, bütün əlaqələrimiz Moskva vasitəsilə idi. Biz onun nail olduq. Müstəqilliyimiz tam tanınmağamda 91-ci ildə artıq bu məsələlər həll olunmuşdu. Artıq bizim telefonumuz birbaşa idi Türkiyə üstündən bütün dünyaya. Bakıda deməli xarici qazetlərin, jurnalistlərinin dayaq nöqtələri yaratdım mən. Beynəlxalq bank açdıq burada. Hava limanımızı beynəlxalq elan elədik və başladıq bir çox ölkə, Türkiyənin özündən də, İranla da, hətta başqa ölkələrlə də birbaşa əlaqələr yaratmaq. Bax, çətinlik də bundan idi ki, bu Sovet dövrünün tərkibində olanda olundu bu məsələlər. Qanunların belə dəyişən dövr idi. Onda da çox çətinlik var idi yəqin ki.